Çəmkirdə ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. Kanal 10 TV Azərbaycan xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan VAZ-10 ilə Kia markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində həyatını itirənlər VAZ markalı avtomobilin sürücüsü Əlizamin Aslanov 1988-ci il təvəllüdlü İlahə Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva, 2018-ci il təvəllüdlü Zəhra Vəliyevadır. Qəzada Qoşqar Aslanov, Zeynəb Aslanova, Haygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyni, Elnur Hüseynov xəsarət alıblar. Vəfat edən şəxslər Mahmudlu kəndinin sakinləridir. Faktla bağlı araşdırma aparılır.